Detektiv Nərmin Əhmədova soyuq bir dekabr səhərində Bakının dumanlı küçələrində yavaş-yavaş irəliləyirdi. Boz rəngli gödəkçəsinin yaxasını qaldırıb, cibindəki telefonun son mesajını yenidən oxudu. Bir cinayət yaşandı. Siz məşğul olacaqsınız. Ünvan əlavə edildi. Mesajın altında imza yox idi. Amma mesaj yazanın kim olduğunu bilirdi. Şəhərdə tanınmayan, amma qaranlıq işlərdə adı tez-tez sallanan vəkil Fidan Kərimova. Nərmin hadisə yerinə çatanda giriş qadağandır lentlər çoxdan çəkilmişdi. İncə-incə yağan qar cinayət ərazisinə tutqun bir səssizlik qatırdı. Qurban varlı bir iş adamı idi. Vüsal Məmmədov. Üzündə donmuş bir təəccüb ifadəsi, əlində bir üzük. Üzüyün üzərində isə bir ad yazılı idi. Nəzrin. Vüsal Məmmədovun nişanlısı olan Nəzrin Əliyeva polislərlə birlikdə oturduğu küncdə göz yaşlarına boğulmuş bir formada idi. Nərmin ona bir baxış atıb, sorğulamanın irəliləyən saatlarda ediləcəyini təxmin etdi. Ancaq diqqətini çəkən adam digər tərəfdə səssizcə duran, bütün xaosun içində demək olar ki, rahat bir formada görünən adam idi. Murad Abdullayev. Murad Qurbanın yaxın dostu idi və eyni zamanda ailəsinin illərdir vəkilliyini edirdi. Qara gödəkçəsi, kəskin üz xətləri ilə tuşları biz-biz edən bir sakitçiliyə sahib idi. Nərmin ona tərəf yeriyib, gözlərinin içinə baxanda Muradın dodaqlarında incə bir gülümsəmə yarandı. Detektiv Əhmədova, dedi Murad. Sakit amma istehzalı bir formada. Bu cinayətdə sizə kömək etmək üçün buradayam. Əlbəttə iş birliyimiz sizin zəkanız qədər kömək edər. Nərmin bu cür kibirli insanlara öyrəşmişdi. Amma Muradın bu rəftarı onun sadəcə bir kibir göstəricisi mi, yoxsa gizlətdiyi bir cinayətin maskası mı olduğu mövzusunda Nərmini indidən tətikdə tuturdu. İşə başlayır, dedi o zaman Nərmin. Qarşılıq verməkdən qaçınaraq. İstəyən isə Muradın bu qədər sakitcə bir cinayət yerində dayanmasının ardında nə olduğunu öyrənməyə qərarlı idi.